Süni intellekt sahəsi elə bir sahədir ki, orada biz dünya ilə tamamilə bərabər şərtlər altındayıq. Son dövrlər ölkəmizdə süni intellektə olan marağın artması və onun inkişafı üçün bu tip müsabiqələrin keçirilməsi böyük önəm daşıyır. Araz Supermarketlər şəbəkəsi olaraq gənclərin öz istedadlarını nümayiş etdirə bilməsi üçün Araz Air Challenge 2025 müsabiqəsinə start verdik. Buradakı kontent istehsalçıları dünya kontent istehsalçılarından geri qalmır süni intellekt sahəsində. Müsabiqə bir ay müddətində davam etdi və 3 kateqoriya üzrə 150-yə yaxın iş təqdim olundu. Biz müsabiqədə gördük ki, həqiqətən 3 kateqoriyada foto, audio, videoda insanlar həvəslə və bir şeylə etməyə çalışırdılar. Və belə yarışmanın keçirilməyi də çox uğurlu və yaxşı nəticə verir. Qiymətləndirmə zamanı əsas meyillərimiz orijinallıq, ideyanın tam çatdırılması, texniki keyfiyyət və emosional təsiridir. Seçim zamanı fərqli işlərin olmağı və müsbət heyətinin arasında da fərqli müzakirə səbəb olurdu. Jüri olaraq burada çalışdıq adekvat qərar verək. Bütün meyilləri nəzərə alaraq tam şəffaf və ədalətli qərar verdik. Ümid edirəm ki, qalibləri ədalətli bir seçimlə etmişik. Müsabiqənin nəticələri yaxın zamanda sosial media kanallarımızda açıqlanacaq.